Hörmətli cənab prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmişsiniz. Əminəm ki, sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz sizinlə tez-tez görüşürük, həm Azərbaycanda, həm Birləşmiş Ərəb Əmirliklərində. Siz keçən il 2 dəfə Azərbaycandan səfər etmişsiniz. Bu il bir neçə ay bundan əvvəl mən sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki siz Qarabağa işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Və bu bizi və bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bugün imzalanmış çox saylı sənədlər bizim əlaqələrimizi yeni səviyyə qaldıracaq. Hər bir imzalanmış sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurlu inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bugün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpa olunan enerji növlərinin işlənməsi istiqamətində bizə çox böyük dəstək vermişdilər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadə verilmiş birinci günəş elektrik stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir. Bir neçə gigavat bərpa olunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz sizin şəxsi göstərirsiniz və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır. Digər investisiya yönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çox şaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır. Bir daha əziz qardaşım, Qarabağa səfər etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycana, Qarabağa xoş gəlmişsiniz. Əziz qardaşım, cənab prezident, dost ölkənizə səfər etməyim və sizinlə görüşməyim məni həqiqətən çox sevindirib. Qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü görüşümüz bizim bu il ərzində 3-cü görüşümüzdür. Həqiqətən bizim bu ilin iyul ayında Əbu Dabidəki görüşümüz çox səmərəli və ikitərəfli əməkdaşlığımızın yeni mərhələsinin əsası oldu. İnşallah ikitərəfli əməkdaşlığımız və əlaqələrimiz dostluğa, xeyir, bərəkətə əsaslanan münasibətlərimiz ölkələrimizin və xalqlarımızın rifahının daha da artması istiqamətində davam edəcək. Qardaşım, cənab prezident, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən 10 illiklər ərzində ardıcıl inkişaf etmişdi və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə
2,24 milyard dollara qədər artmışdı. وفي يوليو الماضي İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışdı. نقلة نوعية Bu sənəd في علاقات iqtisadi əlaqələrimizə yeni bir təkan vermişdi. لها İnşallah bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaq. في دولة الإمارات Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq. التي تدعم Əlal xüsusda inkişaf sektoruna aid olan iqtisadiyyat الاقتصاد və bərpa olunan enerji, والأمن الغذائي qida təhlükəsizliyi, والثقافة. həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. مشتركا للمستقبل. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir. سيدي بتعزيز العلاقات الثنائية Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var. ونتطلع Onu daha yüksək səviyyəyə qaldırmağı arzuluyoruz. تعود Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq. يسعدني Cənab Prezident, siz də qeyd etdiyiniz kimi enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər ولا شك məni çox sevindirir. أن توقيع Şübhə yoxdur ki, bu gün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək الثنائية və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir. بها إلى أعلى مستوى. Cənab Prezident, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlığın böyük əhəmiyyəti var. Belə ki, bu sahə ikitərəfli əlaqələri inkişaf etdirməyin mühüm istiqamətidir. Çünki hər iki ölkə mədəni mübadilənin, xalqlararası münasibətlərin və əməkdaşlığın körpüsü olduğuna inanmaqla öz zəngin, çoxnövlü mədəni mirasını qorumaqda maraqlıdır. Qardaşım Cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir. Azərbaycan başda olmaqla bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğuluyuruq. Çıxışımın sonunda qardaşım Cənab Prezident, qonaqpərvərliyinizə görə sizə bir daha təşəkkürümü bildirir. Dost ölkənizə və xalqınıza daim əmin-amanlıq və rifah arzuluyuram. Çox sağ olun. Teşekkür ederim.